به نام خدا. ادامه الگوlarımız olgu آموزش به روش مولر به olguyu hemen olguya celoydu ki توضیح vermiştim. Buna çıxartdıq. Bu şəraitdədir. Daha niyaz deyil ki, gələsiz olguyu poçta həmin mərahilləri əncam verəsiniz. Olguyu celon ki, tamam çıxadandan sonra kamil cərrah qoyuyor. Bəli, bunun bir nöqtəsi oydu ki, yadınızda olsa dedim ki, bu cərə xətkeşimizi, qunyamızı olguyu celoda cərəh mumas ola. Bəli, bunda əgər istəsəz duxtula, poçtundan duxtulsa, bunun dosant cayı duxt qoyasınız. Ondan sonra da mumas olmuyor. Əgər istəsəz yenə həmin olguyu celo təkin mumas ola, bedune dərz ola, bedune duxt ola, kamil, mənzur kamil ola, onda reyn elə xətkeşi yenə birdən mumas qoya bilərsiniz. Bəli, mənim olgumda dosant bunun cayı duxtu var. Əvvəl həmən o dosantı əlamətləyək. Ondan sonra olguyu celon bunun üstündə piyadələyik. Diqqət eləsəz. Vəznələrdən istifadə edək ki, olgu dərbəşməyə bunun üstündə. Biz burada buyduq ki, 8 sant gəldi. Bu qodiyə, baziyə yəqəmiz idi. Bəli, poçtuda, olguyu poçtuda birdən 3 ta 5 sant gələ bilir aşağıya. Bəli, mən bunda 3 sant gəliyəm aşağıya. 3 santı nöqtəyə gərdənimizə vəsl eləyəm. Sərşanə həmənkidir. Gələ bilir elə. Bəli, bu da karurumuz təğyir tapır. Karuru poçt celodan həmişə izafətər olar. Çoxtər olar. Əndazə də qoyanda bu dosantı bu xətkeşi bu yüzdən qoyuq. Ta bu yana işimiz olmaz. Bu üçün cayı duxtudur. Bu tərəfdə pəhlulayda cayı duxu dedim, olguda qoya bilərsiniz parçanın üstündə. Bəli, bunda cərəh var. Hətmən cərəh mühümdür. Bu olguda piyada ola. Karur poçtumuz 37-dir. Təqsim bəri 2 eləsək, olay 17 Bəşləyin, 17 olay. Da 17 olur. Bəs birdən əlamətləyik. Diqqət eləsəz, bir belə fasiləsi var. Ondan sonra bunlar kullən hamısı bərabərdir. Bu olguyu cəldə demişdim ki, dosant gələsiz içəriyə. Bu ilə də niyaz deyil. Çünki olguyu poçt, onda duxtularda keçək onda. Gərək mumas qoyasınız elə.